Bakı-Tbilisi-Bakı qatarı sərhədlər açılan kimi bərpa olunacaq. Belə ki, Azərbaycan dəmir yolları yalnız quru sərhədlər açıldıqdan sonra Bakı-Tiflis-Bakı marşrutunu işə salmaq planlaşdırır. Bildirilib ki, Azərbaycanın quru sərhədləri açılan kimi Azərbaycan dəmir yolları Bakı-Tbilisi-Bakı marşrutunu bərpa edəcək. Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentindən onu da əlavə ediblər ki, sərhədlərin açılmasından dərhal sonra Azərbaycan dəmir yolları bu marşrutun işə salınması ilə bağlı hazırlıq işlərinə başlayacaq. Statın sonu. Qeyd edim ki, bundan əvvəl Azərbaycan və Gürcüstan müvafiq qurumları arasında bu məsələ ilə bağlı razılıq əldə olunduğu barədə məlumat yayılmışdı. Əvvəlcə apreldə, daha sonra isə may ayında Bakı-Tbilisi-Bakı qatarının yenidən hərəkətə başlayacağı gözlənilirdi. Lakin o zaman da Azərbaycan dəmir yollarından bildirilmişdi ki, hazırda Azərbaycanın quru sərhədlərinin bağlanması ilə əlaqədar beynəlxalq sərnişin daşımaları dayandırılıb. Və sonra da o da qeyd olundu ki, müvafiq razılıq əldə olunarsa, Azərbaycan dəmir yolları bu istiqamətdə sərnişin daşımaların bərpası üçün hazırlıq işlərinə başlaya biləcək. Stat. Sərhədlər açılandan sonra qatarların işə düşməsi üçün hazırlıq işləri dərhal başlanacaq. Statın sonu.